Dostlar, xoş gördük. Hər biriniz növbəti video dərsimizdə 27-ci sualın izahı ilə 4-cü sinif qaydalarını təkrar edirik. Davam edirik. Cümlədən hansı söz çıxarılsa, cümlənin təsir gücü azalar. Dostlar, əgər hər hansısa bir cümlənin təsir gücünü azaltmaqdan söhbət gedirsə, deməli sən burada cümlədən nəyi çıxartmalısan? Sözsüz ki, ədatı. Bu işi yalnız sənə etibar edirəm. Yalnız nədir? Ədat. Bu işi sənə etibar edirəm. Deyə bilərik də, düzdürmü? Amma bir də var desən ki, bu işi yalnız sənə etibar edirəm. Artıq buradakı yalnız sənə etibar etməyimi biraz da qüvvətləndirir, sənin üzərinə bir məsuliyyət qoyur. Deməli, cavabımız olacaq B variantı. Cümlədəki nöqtələrin yerinə hansı feil əlavə edilsə, məcazi məna işlənər. Sanki yarpaqlar. Yarpaq həqiqətən sarala bilər, tökülə bilər, yaşıllaşa bilər. Amma yarpağın pıçıldaşmağı artıq bu onun məcazi mənasıdır. Yarpaqlar bəyəm danışa bilər ki, pıçıldaşsınlar da. Cümlədəki nöqtələrin yerinə hansı feil əlavə edilsə, məcazi mənada işlənər. Maşının mühərriki məcazi məna deyirsə, burada uşaqlar necə çaşıla bilər müəllimə? Axı pıçıldaya bilmir. Niyə pıçıldaşmağı yox, nərildəməyin götürürsünüz? Sonra deyirlər ki, ay müəllimə, axı gurulduyur da, guruldamağı doğrudur da və yaxud işləməyi doğrudur, düzdür, işləyir. Burada işləməyi, maşının mühərrikinin işləməyi, guruldamağı həqiqi mənadadır. Çünki biz maşın o xarab olanda maşının mühərriki, motoru deyirlər də el arasında. O xarab olanda onun gurultusunu eşidirik və yaxud normal vəziyyətdə işləyəndə biz onun iş mexanizmini görə bilirik. Pıçıldaşmağı ümumiyyətlə doğru deyil, yəni məcazi məna yarada bilər, amma bu işlənilmir axı, yəni bunu işlətmək ümumiyyətlə doğru deyil. Amma nərildəmək insana aid xüsusiyyətdir. Əgər maşının mühərriki nərildəyirsə, deməli artıq burada bir məcazi məna yaranıb. Hansı cümlədə leksik mənası olmayan söz verilmişdir? Zəhra yıxıldı, amma ağlamadı. Burada amma leksik mənası olmayan sözdür. Bizdə elə A variantı lazımdır. Babamgilin evi dənizin sahilində yerləşir. Meydana xeyli adam yığışmışdı. Ailənin səbrinə tapşırığı yerinə yetirməyə çalışırlar. Bunların heç birində dostlar leksik mənası olmayan söz, yəni köməkçi nitq hissəsi işlənməmişdir. Cavab A variantı. A variantı. Davam edək. Hansı qoşmanı həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlətmək olar? Təbii ki, hamımızın yaxşı tanıdığı, yaxından tanıdığı sarı qoşmasıdır ki, feil kimi işlənə bilir. Deyirsən, gəl yaramı sarı, yəni yaranı bağla. Bir var ki, deyirsən ki, sarı rəngdə köynək aldım. Bax, burada sifət olur. Bir də var, deyirsən, evə sarı gedirəm. Burada isə qoşma olur. Yəni, sarı qoşmasını həm əsas, həm də köməkçi nitq hissəsi kimi işlətmək mümkündür, dostlar. Hansı sözcütü, keçək növbəti səhifəyə, hansı sözcütü antonimdir? Antonim sözcütünü axtarırıq, diqqətli olaq. Yağlı, yağsız, baxmaq, baxmamaq, düşmək, qalxmaq, mərd, namərd. Bax, mərd, namərd, na şəkilçisinin köməyi ilə yaranıbdır. Olmaz, kökü eynidir. Baxmaq, baxmamaq, inkar şəkilçisi var. İnkar şəkilçisi ilə deyirdik ki, antonim sözlər yaranmaz. Yağlı, yağsız, kökü yağdır, şəkilçinin köməyi ilə. Dəqiqə. Aha, davam edək. Deməli, hansı sözcük deyirik? Antonimdir. Yağlı, yağsız deyirik ki, dostlar, şəkilçinin köməyi ilə yaranıb. Baxmaq, baxmamaq, inkar şəkilçisinin köməyi ilə yaranıb. Namərd də şəkilçinin köməyi ilə yaranıb. Kökü eynidir. Amma düşmək, qalxmaq, deyilişi və yazılışı müxtəlif mənaları isə bir-birinə zidd olan sözlərdir. Hansı mürəkkəb addır? Çoban yastığı mürəkkəb sözdür. Ayaqqabı mürəkkəb sözdür. Xəzər xüsusi isimdir. Amma zəfər günü dostlar mürəkkəb addır. Necə fərqləndirdik? Xüsusi isim olurdu. Bir də nə olurdu? Söz birləşməsi şəklində verilirdi. Verilmiş cümlədə ancaq qrammatik mənası olan neçə söz var? Ancaq qrammatik mənası olan söz. Bax, buna diqqət edirik. Deməli, bizdən köməkçi nitq hissəsini istəyir. Burada Ayşəm və Leyla kitabxanaya kimi piyada getdilər. Və kimi. Harada kimi görsəz, qaçıb onu köməkçi nitq hissəsi götürməyin. Çünki kimi əsas nitq hissəsi kimi də işlənə bilir. Ona görə cümləni diqqətlə oxuyun, sonra sözlər götürün. Ümumiyyətlə, köməkçi nitq hissələri istəyəndə əvvəlcə cümləni oxuyun, sonra sözləri götürün. Yoxsa doğru alınmaya bilər. Cavab B variantı. Davam edək, bunları təmizləyək. 35-ci sualla.
Deyir ki, hansı qoşma həm bitişik, həm də ayrı yazılır. Təbii ki, dostlar, bu ilə qoşmasıdır. Bir hecalı kimi də lə kimi də işlənə bilər, ilə kimi də işlənə bilər. Ona görə yerinə görə bitişik, yerinə görə ayrı yazıla bilir. Belə bir xüsusiyyəti var. Hansı qoşma səbəb bildirir? Təbii ki, ötürü qoşması səbəb bildirir. Boşluğa uyğun sual əvəzliyi yazmaqla cümləni tamamla. Sən bu gün dərsə gecikmisən. Soruşarsan ki, sən bu gün dərsə niyə gecikmisən? Bu gün niyə dərsə gecikmisən? Düzdürmü? Haraya, nəyə, kimə onu orada işlətmək olmur. Sən bu gün kim dərsə gecikmisən demək doğru deyil. 38-dən davam edirik dostlar. Qeyd olunur hansı birləşmədə məsafə qoşması var? Təbii ki, yola qədər təkrar sualdır. Hansı qoşmanın yazılışı doğru deyil? Bunu da qeyd edirik ki, onun tək, çünki bir hecalı qoşmalar birləşik yazılır. Modal sözlərə nümunə yazın. Bəlkə, şübhəsiz, sonra əlbəttə, olmaya, ola bilsin ki, deyəsən, görünür və s. və ilə axır. Hansı halda modal sözün hər iki tərəfində vergül qoyulur? Modal söz cümlənin ortasında gəlməlidir ki, dostlar, onun hər iki tərəfində siz vergül qoyasınız. Cümlə başlayanda özündən sonra vergül qoyulur. Yəni bir dənə vergül qoyulur da, hər iki tərəfindən qoyulmur. Modal söz cümlədə bitdikdə sonda da özündən əvvəl vergül qoyulur. Məsələn, sən ki, sən mənim sözümə baxmırsan deyəsən. Deyəsən, axırda yazın, özündən əvvəl vergül qoyacaqsan. İki modal söz yanaşı gəldikdə xeyr. Hansı cümlədə gülmək sözü məcazi mənadadır? Məcazi mənada. Uşaq gözlərini açan kimi güldü. Həqiqi mənadadır. Onun bu sözünə mən çox güldüm. Həqiqi mənadadır. Həmin səhnəciyə hamımız güldük. Həqiqi mənadadır. Amma təbiətin gülməyi məcazi mənadadır. Kimsə deyir ki, ay müəllim, nə deməkdir onun məcazi mənada olması? Dostlar, insan gülərkən, məsələn, gülürsən, dodaqların tərpənir, dişlərin görünür, nə bilim, müəyyən bir səs çıxarsan gülərkən hər kəs fərqli gülə bilər. Amma təbiət gülərkən belə bir hadisə baş verirmi? Xeyr. Sadəcə olaraq təbiət işıqlı olur, gün yaxşı çıxır, deyirsən təbiət gülür insan və yaxud yazlar, ağaclar yarpaq açır, deyirsən ki, hə, təbiət gülür. Sadəcə məcazi mənadadır. Yəni, necə deyim, sənə xoş təsir bağışlayır. İnsan güləndə başqalarına xoş təsir bağışlayacaq. Təbii ki, yerində gülürsə. Orada da təbiət insana xoş təsir bağışladığı zaman, yaşıllıq olanda, gözəl olan üçün təbiət gülür. Belə. Davam edək. Biri qoşmadır. Qoşmanı axtarıq dostlar. Sözsüz modal sözdür. Axı ədatdır, kaş ədatdır, qədər qoşmadır. Sözə bitişik yazılan ədatı seçin. M ədatı, sana ədatı birləşik yazılır. Modal sözü seçin. Əlbəttə. Seçərik. Əlbəttə. Davam edək. Aşağıdakı qoşmalardan hansı qoşularaq, sözə qoşularaq istiqamət çaları yaradır? İstiqamət. Təbii ki, tərəf qoşmasıdır ki, istiqamət çaları yaradır. Məsələn, evə tərəf gedin. İstiqamət göstərirsən. Hansı sözün leksik mənası yoxdur? Dedik, köməkçilik hissələrin leksik mənası yoxdur, hətta bağlayıcıdır. Gəl sözünün sinonimini seçin. Cavan. Verilmiş cümlələrin ilk hissələrin ardıcıllığını göstərən bəndi seçin. Diqqət edirsinizsə, suallar daha çox köməkçilik hissələrini əhatə edir. Yəni, dərsliyə uyğun olaraq verilmiş tapşırıqlardır. Deməli, verilmiş nitq hissələrin ardıcıllığını müəyyən edin. Kiçik evimizdə xoşbəxt yaşayır. Kiçik sifətdir. Deməli, D və A variantını artıq biz seçə bilmərik. Sonra evimizdə isimdir, sifət, isim. Xoşbəxt necə? Xoşbəxt sifətdir, yaşayırıq feildir. Cavab olacaq B variantı. Davam edirik. Sözün və ya cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsi hansıdır? Təbii ki, ədatdır. Sözün və ya cümlənin təsir gücünü artırır. Antonimlər necə sözlərə deyilir? Antonimlər deyilişi və yazılışı müxtəlif olmalıdır. Mənaca bir-birinin əksi olan sözlərə deyilir. Deyilişi və yazılışı müxtəlif, mənaca bir-birinə əks olan sözlərə antonimlər deyilir. Sonra davam edək. Bir dəqiqə. Aşağıda verilən atalar sözündə haradadır? Atalar sözündə deyir, altından xətt çəkilmiş sözü hansı sözlə əvəz edə bilərik? Pis günün ömrü az olar. Təbii ki, yaman günün ömrü az olar deyilir. C variantı. Sözün və ya cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsi dedik ki, ədatdır.
Mürəkkəb adları müəyyən edin. Sarımtıl sözü mürəkkəb ad deyil. Ona görə bu variant götürə bilmərik. Bunların heç biri mürəkkəb ad deyil. Sonra itburnu, bunlar mürəkkəb sözdür. Cavabımız olacaq C variantı. Xəzər dənizi, Novruz bayramı, Kəpəz dağı. Hər biri mürəkkəb addır. Azərbaycan dilinə aid terminləri müəyyən edin. Azərbaycan dilinə çıxma sözü Azərbaycan dilinə aid termin deyil. Sonra kəsir faiz Azərbaycan dilinə aid deyil, kəsirə aid deyil, amma mübtəda qoşma say Azərbaycan dilinə aid terminlərdir. Bunları təmizləyək, keçək növbəti sualların izahına. Bir video ilə görün nə qədər qaydanı təkrarlaya bilərsiniz. Əgər hər də kanalımıza abunə deyilsinizsə, kanala abunə olun ki, yeni videolardan xəbərdar olasınız. Yaxın mənalı feillər hansı sıradadır? Yaxın mənalı, qaçdı tutdu, yaxın mənalıdır, xeyr. Yığdı, topladı, ola bilər. Feil də özdə, hər ikisi də yığmaq, toplamaq yaxın mənadadır. Hündür, uca, yaxın mənalıdır, amma feil deyil. Örtdü, bağladı. Deməli, əslində örtüb bağlamaq da yaxın mənalıdır. Yəni, hər ikisi uyğundur. Cavab yoxdur. Çünki örtdü, bağladı. Qapını örtmək, qapını bağlamaq yaxın mənalıdır. Həm yığıb, toplamaq, yığdı, topladı. Məsələn, almaları yığdı, almaları topladı. Yaxın mənalıdır, örtmək, bağlamaq da yaxın mənalıdır. Cavab yoxdur. Davam edək. Bəzən belə də olur. Sözün hər hansı nitq hissəsinə aid olması, hər hansı onun qrammatik mənasıdır, dostlar. Sözün hər hansı bir nitq hissəsinə aid olması onun qrammatik mənasıdır. Antonimlər seçin. İri, böyük, uzun, qısa. Baxın, uzun, qısa. Bir-birinin əksidir. İlıq, isti, gənc, cavan. Cavab uzun, qısa. Biri mürəkkəb addır. Həvəskar sözü Hüseynəli, Yaz Günəş, Əhməd Cavad. Burada daha çox uşaqlar Hüseynəli ilə Əhməd Cavad arasında qalır. Biz demişik ki, mürəkkəb adlar xüsusi isimlərdir və yanaşı olaraq da dostlar söz birləşməsinin ifadə olunmalıdır. Bir dənə sözlə ifadə oluna bilməz. Cavab D variantı. Hansı cümlə termin işlənib? Xəbər cümlədə ən çox mübtəda ilə bağlı olur. Baxın, burada xəbər, mübtəda, bütün terminləri bura yığıblar. Aldığı xəbər sədəti sarsıtdı. Buradakı xəbər o xəbərdən deyil. Qoca günlərlə oğlundan xəbər gözləyirdi. Xəbər, məlumat gözləyirdi deyil. Sən mənə uşaqdan bir xəbər olduğunu dedin. Bu da dostlar termin deyil. Davam edək. 61-ci suala. Hansı cümlədə riyaziyyata aid termin işlənib? Məsələn, bucağı pusur. Xeyr. Cəfər çəkdiyi bucağın ölçülərini təxmin etdi. Ola bilər. Ana vətənin hər bir bucağı əzidir. Xeyr. Vətənin hər bucağın gəzdiyi. Xeyr. Cavab C variantı. Nöqtələrin yerinə hansı köməkçi nitq hissəsi yazıla bilməz? Təkcə sən gedə bilərsən, yalnız sən gedə bilərsən, ancaq sən gedə bilərsən. Amma kaş sən gedə bilərsən demək olmaz. Kaş arzu edatdır. Arzu istək ifadə edir. Məsələn, kaş sən gedəsən desəkdir, olardı. 63. Hansı cümlədə antonim yoxdur? Qışda günlər qısa, yayda uzun olur. Baxın, qısa, uzun. Var, olmaz. Güclülər gücsüzləri məğlub edir. Güclü-gücsüz sözü dostlar demişik ki, antonim hesab olunmur. Səbəbi də odur ki, kökləri eyni şəkilçinin köməyi ilə məcazlik yaradırlar. Toxun acıdan xəbəri olmaz. Müəllim, tox ac. Yəqin ki, bunu bilirsiniz. Çox istəyən azdan olar, çox az. Cavabımız C variantı. Hansı antonim sifətlərdir? Kiçik, xırda, cəza, cinayət, ögey, yad, böyük, balaca. Təbii ki, böyük, balaca. Digərləri isə yaxın mənalı sözlərdir. Deməli, hansı sıradakı sözlərin antonimi yoxdur? Çörək, bağça, yer, xəsis, irəli, səhər, aşkar, lovğa. Təbii ki, burada çörək və bağça sözlərinin antonimi yoxdur. Məsəl üçün, xəsis, simit deməkdir də, əksi ola bilər səxavətli. İrəli, geri, lovğa, təkəbbürlü, özündən razı deməkdir. Məsələn, sadəlöv ola bilər. Aşkar, bağlı, gizli ola bilər. Hansı sözün antonimi doğru verilməmişdir? Yaxşı, pis, güclü, zəif, əkmək, biçmək, gül, gülmə. Təbii ki, gül, gülmə. Çünki inkar şəkilçiləri antonimlik yaratmır. Uyğunluq pozulmuşdur. Hədiyyə, bəxşiş, mükafatı, git, qəhrəman, cəsur, qəzəb, hiddət, hirs, diribaş, ursuz, axmaq. Diribaş, ursuz, axmaq. Burada artıq antonimlik var, amma digərləri sinonim cütlərdir. Qəzəb, hiddət, hirs, ümumiyyətlə A, B, C variantında verilmiş sözlər, dostlar, sinonimlikdir, yəni antonimlik deyil.
Hansı bənddəki cümlə sual əvəzliyi vasitəsilə yaranıb? Sual əvəzliklərini yəqin ki, bilirsiniz. Hansı qəhrəman haqqında danışa bilərsən? Baxın, indi buradakı hansı sözü sual əvəzliyidir. Digərlərində varmı? Təbii ki, yoxdur. Baxın, məsələn, burada sual ədatı vasitəsilə yaranıb. Amma sual əvəzliyi vasitəsilə yaranmayıb. Biri mürəkkəb addır. Təbii ki, Azərbaycan qəzeti olacaq. Davam edək. 62-də cavab bir daha göstərəyim dostlar. Burada maraqlı qəzet söz birləşməsidir. Mürəkkəb ad deyil. Azərbaycan xüsusi isimdir, Şuşa xüsusi isimdir. Amma Azərbaycan qəzeti artıq mürəkkəb addır. Quru sözü, əgər bunlar yadınızda qalmırsa, dərslikdə bunun haqqında geniş qayda verilib. Quru sözü hansı variantda məcazi mənada işləmiş? Quru adam. Quru adam, yəni soyuqqanlı, qaşlı qabaqlı, heç kimin ünsiyyət qurmayan. Bax, bu quru adam deməkdir. Amma digərləri, yəni fərqli bir mənası var. Amma quru meyvə həqiqətən qurudulmuş meyvədir. Quru odun qurumuş odundur. Quru çörək qurudur, çörək həqiqətən qurudur. Məcazi mənalı söz işlənmiş variant acı dərman, qızıl pul, iti bucaq, ağır xasiyyət. Ağır xasiyyət artıq məcazi mənalı sözdür. Məcazi mənada işlənmiş feili göstərin almalıdır, balıq aldı, könlünü aldı, su aldı. Təbii ki, kiminsə könlünü almaq olmur, amma digərlərini pul qarşılığında almaq olur. Məsələn, pul verirsən, balıq alırsan, alma alırsan, su alırsan, neysə alanda alqı-satqı edirsən, düzdür? Amma kiminsə könlünü belə almırsan. Alqı-satqı nəticəsində almırsan. Leksik mənası olan söz seçin. Təbii ki, maşın sözdür. Burada digərlər köməkçilik hissəsidir. Amma lakin bəs köməkçilik hissələrinin isə leksik mənası olmur. Bizə lazımdır əsas hissəsi. Həm əsas, həm də köməkçilik hissəsi kimi işlənə bilən söz, həm əsas, həm köməkçi demişik ki, tək sözüdür. Həm əsas, həm də köməkçilik hissəsi kimi işlənə bilir. Şəxsə və zamana görə dəyişməyən feili göstərin. Aldı, güləcək, baxır, öyrənmək. Deməli, dəyişməyən feil istəyirsə, şəxsə və zamana. Baxın, hər birində zaman şəkilçisi var. Təkcə öyrənmək sözünün zaman şəkilçisi yoxdur. Hansı sözün qısa yazılışı doğru göstərilməmişdir? Təbii ki, burada dostlar Səməd Vurğun doğrudur, vəsair doğrudur. Bakı şəhəri doğrudur. Litrdən sonra nöqtə qoyulub, litr qısa da yazıla bilər. C variant götürülə bilər. Davam edək. Dəqiqə. 77 ilə davam edirik. Deməli, hansı sırada verilmiş bütün sözlər termindir? Mozaika, klaviatura, qafiyə. Bax, hamısı termindir. Amma buradakı sözlər termin deyil. Burada stol sözü termin deyil. Burada xizək sözü termin deyil. Məcaz işlənmiş cümləni seçin. Yarpaqlar pıçıldaşır, yazda təbiət yaşıllaşır. Babam istirahət edir, uşaqlar parka getdilər. Burada yarpaqların pıçıldaşması məcaz işlənmiş cümlə hesab olunur. Uyğunluğu seç, uyğun sözü seç, isimdir, təkdədir, ümumidir, konkretdir. Deməli, isim olsun, gözəl sözü getdi. Buradan da baxır sözünü seçmədik. Konkretdir, hər ikisi konkretdir, ümumidir. Artıq Bakı sözünü seçə bilmərik, cavab maşındır. Çünki Bakı sözü xüsusi isimdir. Cümlədəki hansı sözün yalnız qrammatik mənası var? Təbii ki, bayaq da qeyd etdik ki, amma sözü köməkçilik hissəsində ona görə də yalnız qrammatik mənası var. Cümlədəki qoşmanın yaratdığı mənaçalarını müəyyən edin. 50 dərsdən sonra futbola gedir. Burada zaman mənaçaları yaradır dərsdən sonra. Verilən izah hansı sözə aiddir? Xüsusi dad, xoşu, bəzən də rəng vermək üçün xörəyə, şirniyyata qatılır, ədviyyat. Qatılır sözü səhv yazılıb, eybi yoxdur. Mübaliğə işlənmiş cümləni seçin. Akvariumda xırda balıqlar var. Dünən baxdığımız film maraqlı idi. Nəhayət çalışqan şagirddir. Palıd ağacının başı göyə çatır. Palıd ağacının başı həqiqətən də göyə çata bilməz. Bu artıq bir mübaliğədir. Davam edək dostlar. Nöqtələrin yerinə uyğun ədatı seçin. Sizin sinif bugünkü yarışa qalmır. Burada qoy sizin sinif, ancaq sizin sinif, məhz sizin sinif. Baxın, sual cümləsi varsa, sual da işlətmək daha doğrudur. Məgər sizin sinif bugünkü yarışa qalmır demək daha doğrudur. Cümlədəki ədatı uyğun ədatla əvəz edən şagirdlərdən yalnız Əhməd imlanı vaxtında bitirə bildi. Təkcə Əhməd
deməli uyğun edatlar ancaq Əhməd vaxtında bitirə bildi. Yalnız Əhməd. Digərlərini isə qoyub uyğunlaşdırmaq mümkün deyil. Yoxlaya bilərsiniz. Cümlədəki modal sözünün ifadə etdiyi mənanı müəyyən edin. Bəlkə bu gün hava yaxşı olacaq. Bəlkə burada güman, şübhə bildirir. Əmin deyil də, yaxşı da ola bilər, olmaya da bilər. Antonim sifətləri müəyyən edin. Sülh, müharibə, acı, şirin, az, çox, tikmir, sürçmür, feildir, saydı, isimdir, amma acı, şirin sifətdir və antonimdir. Antonim sifətləri müəyyən edilir. Uzun, qısa, elə antonim sifətdir. Gözəl, göyçək olmaz, yaxın mənalıdır. Qəmli, kədərli, yaxın mənalı, qoca yaşlı, yaxın mənalıdır. Yəni bunlar sinonimdir. Buranı oxuya bilmirəm, ona görə silməliyəm. Baxaq, bir dəqiqə. Sinonim feilləri müəyyən edin. Oturmaq, durmaq, oturmaq, əyləşmək olar. Qurmaq, dağıtmaq olmaz. Yazmaq, yazmamaq olmaz. Cavab C variantı. Cümlədəki fərqləndirilmiş sözlər hansı nitq hissəsinə aiddir? Qoy həmişə sülh olsun. Uşaqlar, birinci cümlədəki qoy sözü ədatdır, əmr ədatdır. Qoy həmişə sülh olsun. Kitabı stolun üstünə qoy dediyimiz zaman artıq burada feildən söhbət gedir. Deməli, qoşma deyil, təbii ki, ədat və feil. Cavab B variantı. Davam edək. Neçənci sualdayıq? 91. 100 suallıqda sona qədər işləyəcəyik dostlar. Ümid edirəm ki, sizin üçün də öyrədici və faydalıdır. Siz də belə düşünürsünüzsə, videonu bəyənin və dostlarınızla paylaşın. Mürəkkəb feili müəyyən edin. Küsüb barışmaq. Bax, elə A variantında deyir ki, mən mürəkkəb feiləm. Məni qoyub heç yerə getmə, səndən küsərəm. Səndən üz döndərərəm. Hansı variantdakı mürəkkəb feil yaxın mənalı sözlərdən yaranıb? Atılıb düşmək, gedib gəlmək, açıb bağlamaq, kəsib doğramaq. Kəsib doğramaq, dostlar, yaxın mənalı sözlərdir. Cümlənin yerinə uyğun köməkçi nitqisi digərləri əks mənalıdır. Cümlənin yerinə uyğun köməkçi nitq hissəsini əlavə edin. Danışmazdan əvvəl yaxşı-yaxşı düşün. Cümlədə fərqləndirilmiş sözün nitq hissəsini müəyyən edin. Biz onunla bu barədə xeyli danışdıq. Burada ən çox uşaqlar nə edirlər? Xeylini görən kimi qaçırlar sayın üstünə. Olmaz. Sən bax ki, buradakı xeyli feildən əvvəl işlənib. Feildən əvvəl işlənibsə, sən onu say yox, zərf deyəcəksən, zərf. Yaxşı? Davam edək. Aynur bacısına şəkilli kitab aldı cümləsində şəkilli sözü hansı sözü izah edir? Təbii ki, kitab sözünü izah edir. Şəkilli kitab, necə kitab? Həm termin, həm də ümumiləşdirici söz kimi xəbər sözüdür. Bayaq nümunə də var idi, ondan xəbər aldı. Bir də var idi, deyirdi ki, biz bugün mübtəda və xəbəri öyrəndik. Həm ümumiləşdirici söz kimi işlənir, xəbər almaq, məlumat almaq mənasında. Mübtəda və xəbər mənasında isə artıq olacaq termin. Cümləni tamamla. Payız gəldi, yarpaqlar saralar da, havalar niyə sinsin ki, dəniz sezonu bəyəm payızda başlayır. Qar niyə yağsın ki, payız gələn kimi. Bəyəm qış gəldi. Sinonimləri seçin dostlar. İri, böyük, uzun, qısa, isti, soyuq, gənc, yaşlı, iri, böyük. Çünki bunlar sinonim sözlərdir. Davam edək. 99 və 100. Biri mürəkkəb addır. Baxın, görək tapırsınız. Hardadır o? Təbii ki, Üzeyir Hacıbəyli. Hansı termindir? Təbii ki, konus. Burada gedib uşaqlar Azərbaycan dili sözünü götürürlər. Niyə götürürsünüz ki? Azərbaycan dili sözü, yəni termin deyil, amma konus sözü termindir. Azərbaycan dilini belə dərslik olaraq keçməsəniz də bunu başa düşürsünüz. Amma mən konusun sənə nə olduğunu izah etməsəm, bunun haqqında təsəvvürün olmasa, riyaziyyatdan konus keçməsən, konusun nə olduğunu bilirdinmi? Xeyr, deməli bu nədir? Termindir. Belə, sizinlə mən idim. İncəgül müəllimə İsmailova. Növbət dərslərdə görüşməyi ümid edirəm. Hər birinizə can sağlığı, gözəl günlər, dərslərinizdə isə bol-bol uğurlar arzu edirəm. Növbəti video dərslərdə görüşməyi ümid edirəm. Sağ olun.